Dostlar, Xəzər dənizi quruyur və alimlər bunun səbəbini bilmir. Bir düşünün, bu su hövzəsi 30 il ərzində 24 min kvadrat kilometr ərazi itirib. Bu Siciliya adasının ölçülərinə bərabərdir. 1995-2025-ci illər arasında Xəzər dənizinin suyunun səviyyəsi 2,3 metr azalıb. Su ildə 77 millimetr sürətlə aşağı düşür. Uzun müddət hamı səbəbin qlobal istiləşmə olduğu düşünürdü. Bu, yəni çox sadədir. Hava isinir və su buxarlanır. Lakin son bir araşdırma bu nəzəriyyəni alt-üst etdi. Məlum oldu ki, buxarlanma itkinin yalnız 37%-ni təşkil edir. Suyun qalan 63%-nin hara getdiyi elmi sirdir. Xəzərin suyunun 90%-ni Volqa çayı təmin edir. Məhz bura hər il dənizə 32 kub kilometr daha az su verməyə başlayıb. Ağla gələn ilk şey insanların fabriklər və kənd təsərrüfatı üçün daha çox su istifadəsidir. Ancaq xeyr, əslində 1990-cı illərdən bəri bu tip istehlak yarıdan çox azalıb. Bəlkə yağışlar daha az yağır. Yenə də belə bir şans yoxdur, çünki son illər bu bölgədə yağışlar əksinə artmışdı. Deməli, daha çox yağış yağır, insanların su istehlakı azalıb, amma Volqanın da dənizə verdiyi su azalıb. Bəs bütün bu su hara gedir? Elmin iki maraqlı nəzəriyyəsi var. Birincisi, isti qışlar səbəbindən yer əvvəl kimi daha dərin donmur və Volqanın suyu, belə deyək, torpağa hopur. İkinci nəzəriyyə daha da təəccüblüdür. Qlobal yaşıllaşma. Karbon qazının artması səbəbindən Volqa bölgəsindəki bitkilər sürətlə boy atmağa başlayıb. Bu nəhəng biokitlə nasos kimi fəaliyyət göstərir. Xəzərə çatmadan suyu içir. Ancaq bunlar tam sübut olunmayıb. Səbəb nə olursa olsun, iqlimşünaslar bunun həmişə belə davam etməyəcəyi qənaətindədirlər. Qlobal istiləşmə bir neçə 10 illik ərzində dəniz üzərində yağıntının kəskin artmasına və onun səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olacaq.